Salam əziz şagirdlər, hər vaxtınız xeyir olsun. 1 mart 11-ci illər üzrə keçirilən OTK sınaq imtahanı suallarına bərabər baxaq. İnşallah az da olsa köməyim dəyər, nəticələrinizə təsir edər. Vaxtımız getməsin, suallara baxaq. Deməli, kəsin sürət və məxrəcini sadələşdirsək, sürəti sadələşdiririk. X vuraq y-in kvadratı çıxaq x, üstə gəlinsin, y vuraq x-in kvadratı çıxaq y bölünsün, xy çıxaq 1, bu da bərabərdir. Xy kvadratından, yx kvadratından xy çıxartsam mötərizə xaricinə qalar y plus x. Mənfi x ilə mənfi y-i bir qruplaşdırsam, mənfini versəm qarşıya qalar x plus y bölünsün xy minus 1. Yəni eyni qayda ilə y plus x çıxsa mötərizə xaricinə birincidə nə qalır? Birincidə qalır, bunu biraz yuxarı qaldıraq ki, oxunsun. Birincidə qaldı xy, ikincidə qaldı çıxaq 1 bölünsün xy çıxaq 1. Xy çıxaq 1-lər ixtisara getdi, qaldı y plus x və yaxud da x plus y. X plus y hansı variantdır? D variantı. Keçək növbəti suala. Deməli, ikinci tərəfin hər birini 2-yə vururam. 2-yə vuraq ki, əmsallar bərabərləşsin. Birinci tənlik 2x üstə gəlsin 3y bərabərdir 7. İkinci tənlik 2x üstə gəlsin 4y bərabərdir 16. Tənin hər tərəfini tərəfə çıxsam, 2x-lər islah getsə, 4y-dən 3y qalır, çıxsam, qalar y bərabərdir. 16-dan 7-sini çıxıram 9. Gəlin, ikinci tərəfdə y-in yerinə 9 yazaq, x-i tapaq. X plus 9-u 2-yə vursaq 18 bərabərdir 8. Buradan alıram ki, x bərabərdir mənfi 10. X-i mənfi 10, y-i neçə tapışıq? 9. Bizdən x-dən y çıxırsa, mənfi 10 çıxaq 9, o da bərabərdir mənfi 10, 9. Cavab C bəndi. Davam edək suallarımıza. Parabolanın verib ki, absis oxunun mənfi 1, 0 və 5 nöqtələrində kəsir funksiyanın artma aralığını tapın. Bilir ki, funksiyanın artma aralığı, buna bir dənə izah verim, buraxılışa kömək məqsədinə. Yadımızda saxlayaq ki, A sıfırdan böyük olanda parabolanın qolları yuxarı gedir və parabola, yəni istər müsbətdə, mənfidə olsa, nə olsa, bunun M nöqtəsi, bunun artma və azalma nöqtəsini simmetri olan nöqtədir. Yəni, A müsbətdirsə, mənfi sonsuzluqdan M-ə görünür ki, parabola azaldı. Amma M-dən müsbət sonsuzluğa, mənfi sonsuzluqdan M-ə azalan deyirik belə də. Azalan. M-dən müsbət sonsuzluğa nədir? M-dən müsbət sonsuzluğa artan. İndi bizim parabolamız görünür ki, qollar üz aşağıdır. Üz aşağı olanda M artıq burada görünür ki, bax, M bu nöqtədir. Mənfi sonsuzdan M-ə qədər olan məsafədə parabolamız artan olubdur. Bu M-i tapmaq lazımdır. M simmetriya mərkəzidir. Simmetriya oxu deyək də, parabolanın simmetriya. Mənfi 1-dən 5-in simmetriya ortasını tapmaq üçün ümumi məsafə 6-dırsa, yarısı 3 olarmı? Deməli, 5-dən də 3 vahid sola gəlsək, mənfi 1-dən də 3 vahid sola gəlsək, neçə olar bura? 2. Deməli, M-imiz 2-dir. Onda görünür ki, parabola A mənfi olduğuna görə, mənfi sonsuzluqdan M-ə qədər bu artan olubdur. Mənfi sonsuzluqdan M-də neçə tapışır? 2. Onda cavab ola bilər. Deyərik ki, mənfi sonsuzluqdan 2-yə qədər parabola artandır. Mənfi sonsuzluqdan 2-yə varmı? Bəli, E bəndi cavab olaraq götürə bilərik. Davam edək. Kəsr hissəsini tapın. Bunun 2 həll üsulunu deyim sizə, ikisində hansı yadınızda qalsa. Baxırıq ki, kök altda 17 uşaqlar. Kök altda 17 hansı ədədlər arasındadır? 4-lə 5. 4-lə 5. Kök altının işarəsi nədir? Müsbət. Müsbətsə hansı götürürük? Kök altda 17 çıxaq, kök altda 17 çıxaq 4. Bu qədər sadə. İkinci bir üsul, bu birinci üsuldur. İkinci üsulu belə edə bilərik. Kök altda 17 çıxaq 3 bərabərdir. Bu kök altda 17 deyək ki, 4,1-dir. 4,1-dən 3-ün çıxanda qalır 3,1. Tam hissəsi olur. 4,1-dən 3-ün çıxanda qalır 0,1. Elə bunun
tam hissəsi olur 1. Düzdür? 4,1-dən 3 çıxanda 1,1. Kəsr hissəsini bilmirik, x-dir. Buradan kəsr hissəni tapmaq üçün kəsr hissə bərabərdir. Kök altda 17 çıxaq 1, çıxaq 3, elir çıxaq 4. Yəni, yenə kəsr hissəsini eyni qayda tapmış olduq. İfadəni sadələşdirin, i xəyalın ədəddir. 1 çıxaq i vuraq, 1 çıxaq i vuraq. 1 çıxaq i üstü 7 bizə nəyi verir? Bilir ki, i-nin dərəcələrini əzbər bilməlisiniz. i üstü, bax, bura yazıram. i üstü 1 i-ni, i üstü 2 1-i, i üstü 3 -1-i, i üstü 4, i üstü 2 -1-i bağışlayın. Burada biraz diqqət istəyirəm. i üstü 4 bərabərdir müsbət 1-ə. Müsbət 1-ə. İndi uşaqlar, baxaq biz dərəcəni bölürdük həmişə bu dövrlərin sayına 4-ə. 7-ni 4-ə böləndə qalıq 3 qalırsa, i üstü 3 nəyə bərabərdir? -i-yə. -i-yə. -i-ni verir o. Mənfi də qarşısındakı mənfi nə ilə? Müsbəti bölünsün. 1 minus 10 üstü i. 1 çıxaq 10 üstü i. Deməli, 10 üstü i yox, daha doğrusu i üstü 10. Onu bölsəm 4-ə, onu bölsəm 4-ə. Neçə düşər? Qalıq 2 qalır. i kvadratı qalır. i kvadratda bizə -1 verir. Onun 1 üstə gəlinsin. 1 vuraq. i üstü 4 nə verir? 1 üstə gəlinsin. i üstü 4 elə müsbət 1 verir. 1 üstə gəl 1. Sürət 1 çıxaq 1 üstə gəlinsin. 1 çıxaq i kvadratı 2-ni verdi. Məxrəc 2 vuraq 2 4-ü verdi. 4-dən də 2 ixtisar getnə qaldı 2-də 1. Cavab olaraq C variantını götürə bilərik. A və B çoxları üçün N-ə bərabərdir 7, N-B bərabərdir 4. B A-nın alt çoxluğudur. Bax, bu olsun uşaqlar B çoxluğu. Bu olsun bizim A çoxluğumuz. B çoxluğu A-nın alt çoxluğudur. B-nin 4 elementi var. A-nın 7 elementi varsa, onda A-nın 3 dənə elementi qaldı B çoxluğundan kənarda. Baxaq görək nə verir. A ilə B-nin birləşməsi. A ilə B-nin birləşməsində deməli cəmi 7 element var. Üstə gəlinsin. A ilə B-nin kəsişməsində 4 element var. 7-nin üstünə 4 gəlsək 11. 11 olaraq hansı cavabı götürə bilərik? E variantını götürə bilərik. ABC düzbucaqlı üçbucağında, gəlin düzbucaqlı üçbucağımızı qeyd edək. ABC düzbucaqlı, B bucağı düzbucaqdır. A-nın koordinatları x-i 2, y-i -1. A-nın koordinatı x-i 2, y-i -1. B-nin koordinatları -1, 3, -1, 3. BC-ni verib 12. BC-ni verib 12. Bura 12-dir. AC-ni tap. Gəlin iki nöqtə arasındakı məsafə üstünün AB-nin uzunluğunu tapaq. Bilirik ki, x2 çıxaq x1-in kvadratı üstə gəlsin y2 çıxaq y1-in kvadratı. O da bərabərdir. Deməli, 2-dən -1-in çıxanda 3-ün kvadratı, -1-dən 3-ün çıxanda üstə gələk -4-ün kvadratı. O da bərabərdir 5. AB oldu 5. AB 5-dirsə, 12-nin kvadratı gəlsin, 5-in kvadratı neçə edər? 13-ün kvadratını edər ki, o da A bəndinə uyğundur. Bu PDF-in niyə belə qələm götürəndə bu cür reaksiya verir, bilmirəm onun səbəbini. Narahatçılıq yaradırsa, üzrü sayın, çəkilişə də problem yaradır. Sinüs alfa 3/1 olursa tangens kvadrat alfanı tap. Yəni sinüs alfanın 3/1-dirsə, tərif verək, tangensi tapaq. Alfa tərif verək. Qarşı katetin hipotenuza nisbəti, onda bitişik katetin olur. 9-dan 1-in çıxanda kök altda 8. Yəni tangens alfa tərif verək. Tangens alfa bərabərdir. Qarşı katetin bitişik katetə nisbəti. Bitişik katetə nisbəti bu tangens kvadratını da tapanda hər tərəfi kvadrata yüksəlsək nə verər? Kök gedər 8/1. C bəndi kimi qəbul edilə bilər. 2 tangens alfa bölünsün 1 minus tangens kvadratı alfa bizə nə açılışını verir? Tangens 2 alfanın açılışını verir. Deməli, tangens 2 alfa bərabərdir 1-ə. 1-ə. Tangens 2 alfanın 1-i neçədə alır? Tangens 1-i alır 45 dərəcə pi bölək 4-də. 2 alfa bərabərdir pi bölünsün 4 plus pi k. Buradan da alfa bərabərdir pi bölünsün 8 plus pi k bölünsün 2. Cavab pi bölünsün 8 plus pi k bölünsün 2 kimi qeyd edə bilərik. Sonra
Oturacağının radiusu, yəni birinci səfərdə baxıram uşaqlar, yəni vaxt yoxdur, bir də həll edəm, sonra təzədən sizə yazam. Ona görə ola bilər hər hansı mexaniki hesablama səhvlərim olarsa nəzərə alarsınız. Oturacağın radiusu 4 olan konusun yan səthinin hissəsi 31, 36 pidin. Bax, konusdur. Radius 4. Yan səthinin sahəsi 36 pidir. Yan səthin sahəsi pi r l-dir. Bərabər 36 pidirsə, pilər getdi. R-miz 4-sə 4l bərabərdir 36. L də bərabərdir 9. Düzdür? L də bərabərdir 9. Doğranın uzunluğunu tap, elə bizdən də l-i soruşur 9. Yəni çox sadə bir sualdır. Düzdür, bilsək ki, pi r l nədir? Sadə tapa bilərik. Sonra 34 3 rəqəmlər də 3-ə tam bölünsün. A-nın ən böyük qiyməti tapın. Deməli, rəqəmlərin cəmi 3-ə bölünməlidir. 7. Deməli, 7-nin üstünə biz 2 gələ bilərik. 3 çarpmaq üçün 5 gələ bilərik. 8 gələ bilərik. Ki, ədəd 3 çarpmalıdır da, uşaqlar bilirik bunu. Onda ən böyük yanı neçə götürək? 8. Üzülürsən. Mərkəzi o nöqtə çevrəyə BC toxunanı çəkilmişdir. A 40 dərəcədir, bura 40 dərəcədir. Bax, bu həmişə mərkəzlə toxunanı birləşdirəndə 90 dərəcə olur. Ha, uşaqlar, bax, 90 dərəcə, bax, buradır. Deməli, A daxili bucaq sayılır, mərkəzi bucaq da bu bucaqdırsa, bura neçə dərəcə qaldı? 80 dərəcə. B bucağı 90 dərəcədirsə, hansı bucağı soruşur bizdən? Bucaq C-ni. Onda ilə bucaq C-ni soruşsa, OBC üçbucağında 90 dərəcə, 80 dərəcə, bura nə qaldı? 10 dərəcə. Yəqin ki, elə cavab 10 dərəcədir. Sadə sual oldu. 43-cü sual. ABC üçbucağında D-yə BC-yə paraleldir. AD 3, BD 6 olursa BC tərəfinin uzun BC x-dir. Oxşarlığa görə bilirik ki, AB-nin nisbəti AD-yə bərabərdir BC-nin nisbəti D-yə. Buradan AB neçədir? AB ümumi 9-dur. AD neçədir? 9-un nisbəti 3-ə bərabərdir x-in nisbəti 2-yə. 3x bərabərdir 18, x bərabər 6 olduğu tanınır. X bərabərdir 6. ABC üçbucağında CD mediandır. M nöqtəsi medianların kəsmə nöqtəsidir. Baxaq uşaqlar. ABC üçbucağında ABC üçbucağında CD mediandır. CD qarşı tərəf bilir ki, yarı bölür. M nöqtəsi də medianların kəsişmə nöqtəsidir. Gəlin bu medianların kəsişmə nöqtəsini belə çəkək. Buranı işarə edək. M nöqtəsi. CMD-nin sahəsi 5-dir. BMD-nin bax bu sahə 5-dirsə, bilirik ki, bu ümumi sahə 6 bərabər hissəyə bölünür. 6 bərabər hissədən də 1-i götürülür. 5-dirsə, onda 6-da 1 hissəsi 5 olan ədəd. Onda neçədir? 30. Sonra davam edək, görək uşaqlar. Görək ayrı hansı suallardan var. Radiusu 10 olan o mərkəzdə çevrədə C-yə toxunanı və S-A kəsəni çəkilmişdir. OD AB-yə perpendikulyardır. Bilirik ki, radius vətərə perpendikulyarsa vətər yarı bölünür. Yəni AD BD-yə bərabərdir. OD-ni 8 verib. Radius 10-dursa, bax uşaqlar, radius 10-dursa, biz O ilə A-nı birləşdirsək 10-dursa, Pifaqora görə, onda AD-ni 6 tapırıqsa, BD də 6 oldu. Oldu 12. AB vətəri oldu 12. BC-ni soruşur. İnşallah, bax, buradan bura C-yə toxunandır, eləmi? C-yə toxunandısa, bax, indi bunu şəkildə biz görsək, radius da toxunana perpendikulyar olduğuna görə, deməli, O-dan D-yə 8-sə, bura da 8-dir. İndi biz Y-si kəsənlə, Y-si toxunanla, yəni YC-nin kvadratı bərabərdir. BC çöldə qalan hissə vuraq, ümumi hissə AC. YC-miz 8 olduğunu gördük, 64 bərabərdir. BC-mizi bilmirik ki, BC x deyək, vuraq, BC x deyək, vuraq AC. AC-miz nə olur? 12 plus x olur. 12 plus x
Buradan x-in sadə şəkildə 4 olduğu görünür və o da nəyə bərabərdir? O da bərabərdir BC. Sonra davam edək. Yəqin ki, cavabımız düz olar. ABC ardıcıl tək ədədlərdir. A kiçikdir, B də kiçik olarsa, ABC ardıcıl tək ədədsə, məsələn, 1, 3, 5. A-dır, B-dir, C-dir. İndi A böyükdür, B böyükdür. B böyüksə, birincidən B çıxaq A çıxdı. Üstə gələk. Hansı böyükdür? C A-dan böyükdür, düzdür. Üstə gələk C minus A. Üstə gələk B böyükdür C. C böyükdürsə C minus B. B mənfi, müsbət. A ikisi də mənfidir. C ikisi də müsbətdir. Nə aldıq? 2C çıxaq 2A. O da 2 vuraq C minus A. Görsək uşaqlar, C-dən A-nı çıxanda 4'ü qalar. O da bərabərdir. 2 vuraq 4, o deyilər neçə? 8. Yəni C-dən A-nı çıxdığımız qiymət 4-ə bərabərdir. Bunu artıq görürük. Ardıcıl tək ədədlərə görə. C-dən B-ni çıxsamaq qalsaydı 2 qalardı. B-dən A-nı çıxsaydıq 2 qalardı. Və s. Aha, bərabərsizlik ödəyən tam ədədlərin cəmi tap. İntervallar üsulunu biz çox qəşəng bilirik. Kökləri tapılır. Köklərin biri 1-dir, biri 5-dir. Bərabərlik yoxdur, heç hansını almadı. İntervalı 3 hissəyə böldük. 5-dən sağda qiymət verəm. 6 verəm. 6-dan birini çıxınır müsbət. 5-dən 6-nı çıxınır mənfi. Mənfi, müsbət, mənfi. Heç bir təkrar kökümüz yoxdur. Onda bizim aralığımız hansı ədədlərdir? 2, 3, 4. Ədədlərin cəmini soruşursa, bunları toplasa 5 cəmi neçə eləyər? 9. Davam edək. 125 loqaritma 5 əsasdan x bərabərdir 64-dürsə, 125-i yazıram 5-in 5-dür. Loqaritma 5 əsasdan x-in kubu bərabərdir 4-ün kubu. Kublar getsin. 5-dir, 5 əsasdan x bərabərdir ilə x-i verir. X bərabər neçə oldu? 4. Yəni x-in 4 olduğu aşıcı artıq görünür. Davam edək. Piramidanın oturacağının katetləri 10 olan 9 və 10 olan düzbucaq piramidanın həcmi 120 olarsa onun hündürlüyünü tapın. Biz bilirik ki, piramidanın həcmi V bərabərdir 3/1 S oturacaq vuraq H-dır. Oturacağımız hansıdır? 9 və 10. Katetlər 9 və 10 belə. 3/1 vuraq. Bilirik ki, sahə katetlər hasilinin yarısıdır. Vuraq H bərabər neçə verir? 120. 3'dən 2 6 eləyir. 6 ilə burada 9'u ona vuranda 90 eləyəcək. Yəni 96'ya bölündə neçə eləyəcək? 15. Yəni hesablamamız sadələşsin. 15 H-ımız 120-dirsə, 15 H-ımız 120-dirsə, H-a neçə qaldı? 8. Artıq deməli hündürlüyümüz 8-dir. ABC üçbucağında AB 8, DC 5, A bucağı 30 olarsa, BDC üçbucağının sahəsini tapın. BDC üçbucağının sahəsi deyəndə BDC bu üçbucağın sahəsi. Gəlin belə elə uşaqlar. Bax, B nöqtəsindən DC-yə perpendikulyar çəksəm, mən bu B deyək K deyirəm də. ABK üçbucağında 30 dərəcə qarşısında duran katet, yəni bu hündürlük, hipotenüsün yarısıdır. Hipotenüsü neçə tapdım? 4. Onda S bərabərdirmi BDC-də? Oturacaq neçədir? 5. Oturacağı ilə hündürlüyü hasilinin yarısı. O da bizə neçəni verər? 20 yarısı 10. Yəni bax 30 dərəcə qarşısında duran katet hipotenüsün yarısı oldu, ona görə deyilir. Yaşları nisbəti 5-in 3 olan 2 qardaşın 6 il sonraki, deməli 2 qardaşın birinin yaşı 3K-dır, birinin yaşı 5K-dır. 6 il sonra 6 il hər ikisi böyüyür. Onların yaşlarının nisbəti bərabər olur 4-də 3-ə. Qardaşların indiki yaşlarının cəmi soruşur. İndiki yaşlarının cəmi, yəni 8K-mız bərabər sual olur da. 5K ilə 3K-nın cəmi 8K-nı tapmalıyıq. Vurub açsaq 15K üstəgəl 18 bərabərdir 12K üstəgəl 24. K-ları keçirsək sol tərəfə 3K bərabərdir 18-i keçirirəm 24, 6K bərabərdir 2. Deməli bizim 8K-mızda soruşursa 8 vuraq 2 bərabər necə?
16. Baxaq görək silsilədən nə düşdü. Ədədi silsilə ilk n həddinin cəmi S-dir. S10 çıxaq S9 bərabərdir 16. S12 çıxaq S11 10 olarsa, silsilənin 11-ci həddini tapın. Gəlin baxaq görək biz silsilə üçün hansı düsturları sadələşdirə biləcəyik. Belə deyək də, S10-dan S9-u çıxanda bizə nəyi verər? Biz bilirik ki, Sn çıxaq Sn-1 nəyi verir? A-ni verir uşaqlar. Yəni, bu bir sözlə bizə A10-u verdi da. A10-u neçə veribdir? 16. S12-dən S11-in çıxanda nə qalar? S12-dən S11-in çıxanda bizdə A11 qalar. A11 yox, bağışlayın, A12 qalar. A12 nəyə bərabərdir? A12 bərabərdir 10-a. 11-ci həddini tapın. Ay sağ ol. A11 əvvəlcə söhbət ədədi silsilədən. A11 bərabərdir. A11 bərabərdir. A10 üstə gələk A12 bölək 2. O da bərabərdir. 16-nın üstünə 10 gələndə 26 yarısı neçə ilə? 13. Bu qədər sadə. Burada nədir? Cavablar burada verilibdir. Heç baxmamışam. İnanırsınız, heç ona baxmamışam. İnşallah düz olar. ABC'də düz bucaqlısında OC 3x plus 1'dir. 3x plus 1'dir. Aha, hara OC? Deməli, bura 3x plus 1'dirsə, bu da eyni qayda ilə 3x plus 1'dir. OD 5x minus OD 5x minus 7'dirsə, eyni qayda ilə burada 5x minus 7'dir. CD-ni verib 10. Biz bilirik ki, düzbucaqlı diaqonalları bir-birinə bərabərdir. Gəl 3x plus 1'i 5x çıxaq 7'yə bərabər edək, x-i tapaq. 2x bərabər 8-ə x bərabərdir 4. X-imiz 4-dürsə 12, üstünə də biləcən 13. 13 yarısıdırsa, 13 də bu biri yarısı. Onda diaqonal neçə oldu? 26. Deməli, AC-miz neçə oldu? 26. CD-miz olubdur 10. Onda gəl AD-ni tapaq. AD bərabərdir kök altda 26-nın kvadratından 10-un kvadratını çıxsaq, bunu bir dəfə cəmi 36, 6 çıxar, fərqi al 16, 4 çıxar. Neçə eləyər? 24. Deməli, buranı tapdıq 24. Bizdən perimetr soruşur. P bərabərdir 2 vuraq A plus B. O da 2 vuraq 24 üstə gəlsin 10, 34-ü də 2 vursaq 68. 34, 68. Hayda, bunu bundan yazdım. Təəssüflər olsun. Yəqin ki, izahı gördünüz, bunu silə bilərəm. Çünki bu proqramla yazanda mən deyirəm, bu niyə sönmədi. Buna baxın, gəlin bunu bir də yazaq. Bura bax, 3x plus 1 idi. Bura neçə idi? Baxaq, 5 çıxaq 7. 5 çıxaq 7. Bunları bir-birinə bərabər götürdük üçün bərabərdir 5 çıxaq 7. X-i tapdıq 2. X-i 2 tapandan sonra yoxsa x-i 4 tapdıq. X-i 4 tapdıq. 4. X-i 4, 4-dən 3, 12 üstünə 13. 13 bura, 13 də bura olur. Ümumi neçə olur? 26. Yəni, AC oldu 26. CD oldu 10. Onda biz AD-ni tapanda bayaq nətər tapdıq? AD bərabərdir 26-nın kvadratından da 10-un kvadratını çıxanda elədi 24. Onda P bərabərdir 2 vuraq A plus B ilə də 2 vuraq 24-ün üstünə 10 gələndə 34. O da neçəni verər? 68 verər. Baxaq. İlk 12 natural ədədlə nömrələnmiş 12 kart olduğu qutudan təsadüfən 2 kart çıxarılır. Çıxarılan bir kartdakı ədədin sadə. Gəl baxaq görək. Birdən 12 hansı ədədlər? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12. Sadələri seçək. 2, 3, 5, 7, bir də neçə var? 11. 1, 2, 3, 4, 5. 5 dənəsi sadədir, eləmi? Birinci deməli, çıxarılma ehtimalı, sadə olması ehtimalı nədir? 12-dən 5. Dəzdən bunu birini çıxartdıq. İkinciyə nə qalar? İkinci kartdakı ədədin isə 4-ə bölünən ədəd olması. 4-ə bölünən ədəd olması üçün
Deməli, 4-ə bölmək üçün 4 olsun, 8 olsun, 12 olsun. Neçə hal mümkündür? 3 hal. Neçə kart qalmışdı orada? 11 kart. 11-də 3-ü. O da bərabər olsun neçəyə? Yəqin ki, ixtisara getdi, hə. Bir dəfə, 4 dəfə. 44-də 5. Yəqin ki, hesablamamızda səhvlik olmadı. 44-də 5. İclas o zalındakı oturacaqların 20% doludur. 20% doludursa, deməli, ümumi x nəfərdir. Deməli, dolu 0,2x-dir. Boş 0,8x-dir. Zala 96 nəfər gəlib. Deməli, bunun üzərinə 96 nəfər gələndə oturacaqların deyir ki, 60% dolu olarsa. Deməli, bu ümuminin 60%-dir da belə çıxdı ki. Aha, 60% dolarsa. Zaldakı oturacaqların ümumi sayını tapın. Baxaq, deməli, ümuminin 60%. 0,6x bərabərdir 0,2x üstə gəlsin 96. 0,2 keçdi bu tərəfə 0,4x bərabərdir 96. 4x-imiz 960-dırsa x bərabərdir 24, 240. Deməli, hesablama səhv olmazsa 240 oldu. Əgər baxaq görək, bəli, 240, 44-də 5-də sən onlar da elə tapışdıq. Bəli, düzdür. Oldu uşaqlar. Bu qədər. İnşallah köməyim sizə dəymiş oldu.